Herkese salamlar dostlar. Bugün Car Simulator'ya devam ediyoruz. Bugün dostlar Car Simulator'da yeni ev almak günündə bugün də sizlərlə beraber yeni ev alasıyıq. Car Simulator'da almaq istəyirik ki, bir dənə alaq oyu nətər olacaq. Həm də maşınımızı biraz yığaq. Qəşəngləşdirək dostlar. Ardından da yeni bir dənə maşın almağa gedək sizlərlə. Maşınımızı biraz düzəldirək. Çünkü maşını yığılmaya ihtiyacı var. İndi gedirəm maşını elə bir şey rəngini dəyişməyə, ardından da bir dənə ev almağa gələk. Bu gün nasıl şu 300 minlik ev var idi bizdə. Ona hər dəfə alıq, bu dəfə də bir dənə giyəxalıq oydu. Daha sonuncu dəfədir bəlkə bu giyəxalıq oyun. Amma ondan önce bir dənə maşının rəngini dəyişdirək sizlərlə. Ondan sonra gedək. Nə rəng deyəsən? Amma biz də bozaramış olubdur. Rəngi bu olsun. Rəngin pəncərəsini dəyişdirəm. Pəncərəsini gələyək. Oldu. Maşın yenilənir. Həmişə deyəm reklam gəlməsə olmaz. Amalıq qədər çox reklam gəlir. Maşınımı bu dəfə biraz təzələdik. İndi adından gəlin təzə maşın belə maşın demək bir şey ev almağa. Ev alandan sonra da puanımızı bir dənə verərik istəsək. La bizim benzinim bitirəcək. Bir dənə burada benzin bitmədən bir dənə benzin vurdurum buradan. Bax bu qabağımı bağlayıb bilinmir hara gedirəm. Qırmızı işarənin yerini tapsam tapdım. Dolda ne? Bizə şablonu açmadıq. Oldu, indi bunu çıxardaq buradan. Qapını da örtürük. Və yeni maşını, həmişə maşınımı bir şey evi almağa gedirik. 300 min pulum qaldı. Maşın amma nətər oldu? Maşını da təzələdik əvvəlcəliklə. Bu maşını da elə bu evin qarajına qoyasıyam. Ona görə də maşını saxlayacağım yeni evimizin qarajında. Baxın evimizə. 300 minə nətər o sala bilirik bizə. 3 dənə qarajlıq yeri var, amma bunun normalde belə deyə bilərəm ki, 3 dənə qarajlıq yeri yox. Bunun bir dənə qarajlıq yeri olmalıdır. Bir dayan da. Alacağım da birazdan. Bir dəqiqə səbrin olsun. Oo, bax. Ətrafında bunun bax buralarında elə bir şey oturacaqlar var. Bunlar nətər olsa bilir. Oyunu biz çoxdandan bilirdik, amma yenə də göstərmək istəyirəm. Elə buradan 300 mini alırıq. Aldım 655 ya da pulum qaldı.
Yeni evimiz xeyirli olsun hamımıza. Burada bir dənə fotoğraf alım. Sonra ardından davam edək. Fotoğrafımızı aldım. İndi bunu evimizin garajına qoyuruq maşınımızı. Ama maşın, bu direksiyonu buradan imiş. Dem 2 ildə maşın məndə daha da doğru düzgün yerini bilənmədim maşını. Aç da garajını. Garajını aç. Tamam, açdı garajını. Maşınlarımızı bura qoyaq. İndi maşını qoyaq bura. Burada görmüş olursunuz bizim təkərlərimiz var. Burada maşınlara baxa biləsəm də otura biləsi yerimiz var. Qəşəng qarajımızın oturacağı burası əlbəttə ki. Baxım bu ev dəyişdi. Baxılırsa hər şey eynidir. Orada bir dənə altı var, onu alacağım yaxınında nətər olsa. Qapıda da bir dənə qılıc var, amma o qılıcın nətər olsa mən əlimdə görənmirəm. Onu nətər olsa biz kuyumcuda görmüş ola bilərik. Lakin əlimizdə yox. Elə bir dənə başının kilidi açıldı deyə bir şey çıxdı amma. Çünki nətər olsa mən qılıcı əlimdə görənmirəm deyir ki. Mən bunu istifadə girsəm görə bilərəm, görsəm. Burada da balkonda baxırsan. Evet ki bina evimiz de buradan belə deyincə görsəniz. Həm də mənzərəli bax, mənzərəsi dəniz mənzərəli evimiz. Bura indi bir iki maşınlarımızı da gətirə bilərik. Burası nə idi? Burası əlbəttə ki, kuxnalarda olsa. Bəli, burası da kuxnamız. Evimiz beləsinə bu qədər yəni. Aldıq. Bir əvvəlki gündə daha bu ev qaldı. Məsələn, bax, bunu bilirəm. Bir dənə var, burada bir ev var. Bu evi almaq istəyirəm yəni, amma alacağım nəsə olsun, almaq hasatdır. O 2 milyonluqla onu. Onları hasat alaram mən. Bir dənə gələn evi də bir dənə cəşə paraya alım, onu almaqdan ötəri narahat olmayın. Çalışacağım mən, çavalayacağım, onu da götürəcəm. Bir də bu olmaqdan götürək yaraq. Başı taycanı gətirəm indi. Neyse gətirdi. Bina evimiz də əvvəlki yaxşıdır. Çıxaq buradan. Başqa hansı maşın götürə bilərik buradan? Bəlkə deyək ki, yəni bir dənə götürək buradan daşıyaq. Dava maşın burada olmayacaq bu yeri. İndi bunu qaynasır ardından nəyə götürsək, natılmayın. Onu da eləyərək amma ki, bir iki dənə maşın qoysam bəs olur oraya. Orada bir dənə maşın gətirəcəm mən. Yeter yəni 2 dənə boşalana. Burada bax, məsələn, alt tərəfə bu tərəfdə. Bu tərəfdə də bəlkə bir dənə yer olmalı idi. Əsaslı məsələn bax. Belə deyə bilərəm ki. Məsələn bax, burada da bir dənə yer olmalı idi. Amma bu eləməyiblər. Burada da tabi evdə 3 dənə boşalan yox, 4 dənə boşalan olmalı idi böyükdə. Amma onların heç birisini yoxdur. Yalnız evdə 3 dənə qarışıq yer var. Elə onlardan başqası yoxdur da. Nə qara bilərəm. Burada da yeni maşınımızı alarıq. Həqiqilik. Bunlar burada qalsın. Evimiz belə oldu. Başqa bir dənə maşına baxım görüm.
BMW-ni getiririk indi də. BMW-də burada idi. Şu oradakı Patriotla yaxında yığdıraq. Onu bir dəfə təzəliyəcəm əslində mən. Pulum bitdi, pulum bitdi. Pulu kasacağım, zəngin olmağa çalışacağım. Çapdım ya. Olsan xeyirsindən elə. Evimizi aldıq ama evin üstündəki o altını da almalıyam mən. Abi şəhərdə biraz altın axtarışlarına çıxacağım ancaq. Bu altınlar hardadır şəhərdə? Ya da onu YouTube'dan bir dənə yazıb öyrəneyim. Çünki onu oyanmaq istəmək yeriyim mən. Bu oyunu bitirənə qədər mən altın axtarmaq zorunda deyiləm ama. Oyunda biraz altın axtarmağa çalışacağıq. Oldu bu da. 3 tane maşınımızı koyduk evimize. 3 tane maşınımız evimizde rahat. Artık evimizi buradan son görünüşünü eləyək və buradan da video ardından bitir. Görmüş olduğunuz kimi yaxşı ev oldu. İnşallah da bir şey də belə evlər alarıq. Kar Simulator 2'ye də davam edəcək. Sonraki videolarda görüşmək